Herkese salam. Uzun bir müddətdən sonra yenidən kanala video işləmək qərarına gəldim. Lakin bundan sonraki videolarımız və eləcə bu videonu tək yox, Yaqub Baratlı ilə birlikdə çəkəcəm. Sualı izləhləməyə başlamadan əvvəl istəyirəm ki, Yaqub özünü təqdim eləsin. Zəhmət olmasa Yaqub özünü təqdim eləyərdin. Hər kəsə salam, mən Yaqub Baraslı. 2026-cı il Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının bürünc medal qazanmışam və hal-hazırda Beynəlxalq Kimya Olimpiadasının Azərbaycan milli komandasındayım. İndi isə sualın izahına keçirik. Əvvəlcə baxaq görək sual nə deyir. Ümumiyyətlə sualın nanizmlərlə bağlıdır. Gördüyünüz kimi nanozimlər müxtəlif fizioloji şəraitlərdə fermentativ fəaliyyət göstərən nanoestetiklərdir. Burada nanozimlər haqqında müəyyən bir məlumat verir və sonra bizə deyir ki, nanoenzim XNOM şəklindəki e, hər X elementini saxlayan S1 və S2 dozanın qələvi mühitdə birgə çökməsi vasitəsilə əldə edilə bilir. Daha sonra isə bizə e, verib ki, S1 bu qədər kütlədədir, S2 bu qədər kütlədədir və tuş həlləcikdə həll edilir bu ikisi. Daha sonra isə e, müəyyən burada e, mərhələləri göstərir bizə ki, necə ki XNOM-i alır. Daha sonra bizə müəyyən məlumat da veribdir kütlə spektroskopiyasına aid. Eyni şəkildə sonra S2 düzü haqqında biraz məlumat verib ki, S2 düzü 300 C-dən yuxarı temperaturda ilkin kütləsinin 45,36%-ni itirmiş və rəngi yaşıldan ağa dəyişmişdir. Element analizləri S2-də X elementinin kütlə payının 20,9%, 20,09% olduğunu göstərmişdir. Və bizə birinci bənddə deyir ki, X elementini və S1 və S2 duzlarını tapın. İndi isə istəyirəm əvvəlcə Yaqub sual haqqında fikirlərini danışsın, sonra birlikdə müzakirə edək və sualı həll etməyə çalışaq. Məncə bu sualda əvvəlcə kütlə spektrından istifadə etmək olar. Çünki e, bizdə bilinməyən iki dəyişən var və X və halogen kütləsi və bizdə həmçinin iki tənliyimiz də var. Bunları tənliklər sistemi gətirib e, həm X elementi, həm də halogeni müəyyən edə bilərik. Daha sonra isə sırasınca reaksiyalar üzrə və kütlə payından S1 və S2 duzlarını tapa bilərik. İndi istəyirsən ki, onu eləməyə çalışaq. Bir dənə zəhmət olmasa. Gəlin baxaq. Deməli, 198 qram, yəni yaza bilərik ki, 198 bərabərdir. X metan kütləsi 2 halogen və 4 mol su, yəni 4,18. Eyni zamanda yaza bilərik ki, 196 bərabərdir. X üstə gələk 4 halogen. Aha. Gördüyünüz kimi iki dəyişənimiz var, bilinməyənimiz var və bizim iki tənliyimiz var. Deməli, biz bu tənliyi həll edə bilərik. Tənliyi həll etməyə çalışsaq, kalkulyatoruna götürün. Tamam. Burada əslində Halogen gördüyünüz kütləsi 35, yəni xlor olduğu ortaya çıxır. X isə 56 olur. Bu da dəmir. Bu şəkildə deyə bilərik. Buradan əslində elə element və X-i və halogeni tapmış oluruq ki, bizim X metalımız dəmirdir, halogenimiz isə xlordur. Bu şəkildə. İndi davam edək. Biz Məncə həmçinin biz burada S1 duzu üçün hal-hazırda bir fikir formalaşdı. Bizdə katyonumuz ferrum, xlor 2, H2O4 və anyonumuz ferrum, xlor 4 şəklində və bunda əlavə su olduğunu nəzərə alsaq, təxmin etsək.
belə bir struktura malik olduğunu söyləyə bilərik. Həmçinin burada e, məsələn bunun feryum xlorid bıraq heksadrat kimi olduğunu düşünsək, yəni burada olan H2O-nun sayının 8 olduğunu təxmin edə bilərik. Amma gərək bunu hesablamalarla təsdiq eləyək. Aha. Nə düşünürsünüz, Məmməd müəllim? Yəni bəli, onsuz da belədir. Davam et istəyirsənsə hələ ki. Amma sonra S2 duzunun ilkin kütləsinin 45,36% itirməsi böyük ehtimal burada e, kristal hidrat tərkibindəki su itirir. Aha, su Və itirməsi. rəng dəyişimləri də bizə bu su itirməsini bir növ açıqlaya bilər. Çünki kristal hidratların rəngi fərqli olur. Həmçinin biz Məsələn, burada misk porosu normalda mavi olduğu halda mis SO4 rəngsizdir. həmçinin mən deyirəm ki, buradan biz 45,36%-in su olduğunu düşünürük. Eyni şəkildə S2-də X-in, yəni dəmirin də kütlə payını veribdir. Bu kütlə payları nisbətindən biz əslində S2-ni təyin edə bilərik. Sən onu yaz. Yəni dəmirin kütləsini biz o faizə bölsək, biz maddənin emirini tapacağıq. Yəni bir ferium atomu olanda həmin maddənin emiri nə qədərdir? İstəyirsən istərsən bir dənə o 55,85-i bir dənə bölək 20,09%-ə. Buradan çıxır ki, maddəmizin kütləsi 278 qram bölünsün mol imiş. Eyni şəkildə biz artıq maddənin bir ferium atomu ehtiva elədiyini düşünərekdən buradan suyu tapa bilərik. Necə? Düşünürük ki, maddəmizin kütləsi 278 qramdır. O zaman biz verilən faizə vursaq, o zaman bizə sonra 18-ə bölsək, bizə suların sayını verəcəkdir. Bunu bir dənə hesablayaq. Aha, 7. Daha sonra davam edək şimdi. Görək nə edə bilərik. Məncə burada suyu və dəmiri çıxıb geridə qalan anion üçün Aha, fikirlər bəli. itilə bilərik. 278-dən 7 vur 18, sonra da 55,85 bir dənə çıxar. Bu da eləyəcək bizə 96,15 qram. Məncə 96 burada məşhur sulfat anionu bir şar ola bilər. Aha, Həmçinin bu çünki dəmir feri metodu klorosu 7 aşkıda var. Düzdür. var. Bu arada feri metodu 4 vurusun 7 aşkı green mitrol kimi də bilinir. Elə buradan da təsdiqləyirik ki, həqiqətən belə bir maddə vardı bizdə. Amma Həmçinin burada rəngin yaşlı olduğunu söyləmişdi. aha, məncə də demişdi burada. Bəli, Ona görə S2 maddəsini beləliklə dəqiqləşdirmək olar. düzgündür. Daha sonra S1-ə baxa bilərik. Espri haqqında bizə nə deyib? Reaktor. Buradan analizmdən danışır XNOM haqqında. İkinci məntəq bizə deyir ki, XN, yəni ferrum NOM üçün N və M qiymətlərini müəyyən edin. Aha. Bunu məncə yəni belə bir nanenzimin yəni üstdən baxsaq biz burada feriumun 3 müsbət olduğunu görürük və altda 2 müsbət olduğunu görürük. Ferium SO4. Bu 7 molsuda. Aha. Və bu ikisinin belə deyək, birgə reaksiyalarından ferium 3O4 oksidini oksidin analizm kimi çıxış edə bilər məncə. Siz nə düşünürsünüz? Yəni çünki həm 2 müsbət, həm də 3 müsbət olması onu göstərir, lakin o 3 dənə də təsdiqləmək lazımdır məncə. Yoxsa Yəni sadəcə bir fərziyyə kimi ferium 3O4 kimi götürüb sonra yəni düz olub olmadığını yoxlaya bilərik. aha, bir dənə yoxlayaq tamam. Əgər ferium 3O4-sə bu bizə yəni 2 ədəd 3 müsbət, bir ədəd isə 2 müsbət olduğunu deməkdir. Belə olanda
Biz əslində S2-nin kütləsini verib 1,3901 emili nə bilirik? Deməli S2 molunu tapa bilərik. 278-ə bölsək 5 vurun üstü mənfi 3 eləyəcək. 5 vur 10 üzəri -3 tapa bilərik. Yəni 5 vur 10 üzəri -3 mol ferm kimi müsbət. Və burada bizə X-ən o emil kütləsini verib. Onu da molunu hesablaya bilərik. Helium sual 4-ün emiri o da həmçinin 5 vur 10 üzəri -3 mol edir. Yəni məncə biz artıq buradan bizim analizimizin helium sual 4 olduğunu təsdiq edirik. Çünki zaten helium sual 4-də də 1 mol 5 vur 10 üzəri -3 mol helium kimi müsbət var. Hı. Bizim Lakin məncə bir dəfəlik film CO4 yazmaq yerinə də film CO4 özümüz çıxara bilərik. İstəyirsən bir dənə onu yoxlayaq. Bir dəfəlik film CO4 demək. Biz S1 haqqında bir məlumatımız oldu mu? S1 tapdıq mı özümüz? S1 məncə buradan geriyə doğru gedərək tapa bilərik. Biz məncə S1 amma tapdıq ki, feryum xorc. Yoxsa yox, 6 aşağı. S1-də sadəcə burada X-in əmsalını müəyyənləşdirməliyik. Məncə Düşünək. biz Ha, düzgün gedirik. Yəni buradan əgər 5 vur 10 üzəri -3 mol maddəmiz varsa, yəni bizim burada e, 2 dəfə çox ferum 3 müsbətimiz olmalıdır. Yəni 0,01 mol. Və biz bunu əslində bizim bu S1 maddəmizin empirikal formuluna baxsaq, burada da 2 dənə ferum 3 müsbət var. Ona görə biz elə bunu 5 vur 10 üzəri -3 mol kimi yaza bilərik. Və biz 5 vur 10 üzəri -3 mola bizə verdiyi kütləni versək, yəni uyğunlaşdırsaq, buradan molekülər kütləni müəyyən edə bilərik məncə. biz məncə amma həmçinin feryum, S1-in feryum xorc 6 aşağı olduğunu da fərz eləmişdik. Düzgün deyil. 6-2 olduğunu haqqında sadəcə bir fərzi ilə sürmüşdüm məncə. Onu hesablama ilə Bilmirəm, təsdiqləməmişdim. hesablama ilə sürmər. Sadəcə bir dəfəlik feryum CO4 O4 demək yerinə 16 aşağı kimi düşünüb davam etsək daha məntiqli olmaz. Yoxsa feryum CO4-dən onu çıxarmaq daha məntiqlidir səncə? İkisi də məncə eyni şey olar. Yəni çətinlik dərəcəsi eyni şey olar. Aha, tamam, sonra davam edək. Amma burada maddənin emilini hesablaya bilərik. O da eləyir təxminən 540 S1 duzu üçün. Aha. Sonra biz Biz buradakı biz hər S1 bir zaman feryum çıxsa, klorin 6 aşağı demişdik də düzdür? bəli. Tamam, aha, tamam, gedək görək çıxırıq. Buyur. Burada florları, feryumu və H2O çıxsa, geriyə 144 kütlə qalır. 144 kütlənin son olduğunu nəzərə almışdıq. 18-də bölsək 8 qalır. Aha. 8. Yəni daha sadə şəkildə yazsaq bunun ferum klorid suru 6 mol su olduğunu görə bilərik. Çünki əgər yoxlamaq istəyən olsa, x-in yenə 8 qoysanız və siz sonra empirik formu tapasınızsa, feryum xlorid suru 6 aşağı tapırsınız da. Yəni çünki burada 4 aşağı, aşağı 4 dəfə var. Feryum xlorid 4 aşağı 4 dəfə. 4 + 8 12. Yəni siz feryum 2 xlor 6 12 aşağı tapırsınız. Bu da elə 2 feryum xlorid suru 6 aşağı uyğundur. Deməli bizim maddəmiz feryum xlorid 6 aşağı uymuş S1. Tam nə indi? Bizdən olsa Sonra bizdə üçüncü bəndə baxa bilərik. Burada bizim reaksiya soruşur.
Bizdə reaksiyanı sadəcə qələvi mühitdə deyil, qələvi mühitdə Sadəcə sizə çözdükləri üçün. X-in OM-in alınmasını soruşursa və qələm mühitə yaza bilərik ki, ferim 2 müsbət üstəgəl 2 ferim 3 müsbət üstəgəl OH mənfi alınır ferim 2 O4 sonra onu qələm mühitdə əmsallaşdıraq məncə. Bizdən istənilən sadəcə budur. Bir də HCl bəli yazmaq üçün hidrogen olsun. Yükləri Bəli. bərabərləşdirsə bura 8 düşür, burada 4. Aha, bəli. Üçüncü mətləb belə. Belə olmalıydı. Bir saniyə. Son növbət hissəsində deyir ki, peroksidazalar substratların H2O2 ilə oksidləşməsini kataliz edən fermentlərdir. Atmosferada peroksidazası H2O2 və xromogen substratın iştirakı ilə gedən tipik kalorimetrik reaksiyanı kataliz edir. Reaksiyanı bizə verib. Sonra deyir ki, ferrium O4 nanenzimləri aşağıdakı reaksiyada iştirak etmək qabiliyyətinə görə özlərini peroksidaza kimi aparırlar. Dördüncü mətləb bizdən soruşur ki, ferrium O4 nanenzimlərinin peroksidaza fəallığı qısa müddətlidir. Müəyyən müddətdən sonra onlar X elementinin digər bir oksid nanoenzimlərinə çevrilir və öz katalitik fəallığını itirir. Deyir, müəyyən edin, əgər sonuncu oksiddə X elementin kütlə payı fermi solidləşindən daha kiçikdirsə, onun kimyəvi formulu. Məncə biz burada oksidləşmə dərəcəsinin artdığını gördük fermi elementinin. Aha. Və bizdə də fermi CO4-də oksidləşmə dərəcəsi sadəcə fermi 2 müsbətlə arta bilər. Və əgər bu artsa, əgər bütün ferrumlar ferrum 3 müsbət formasında Ferim 2 olsa, O4. bizim oksidimiz ferrum 2 olur. Aha. Elə burada sadəcə onu istəyirdi məncə yoxsa? Daha sonra deyək ki, X-ən OMP-lərinin katalitik fəallığını davam etmək üçün aşağıdakı reagentlərdən hansı istifadə oluna bilər? Burada katalitik fəallığın davam etməsi üçün bizə gərək ferrum 2 müsbət ionları daim ferrum 3 müsbətə çevrilsin. Buna təmin etmək üçün bizdə ferrum 3 müsbət əmələ gələn ferrum 3 müsbəti hansısa bir reduksiya edici ilə yenidən 2 müsbət çevirə bilər. Bu da yəni biz redüks edici bir şey tapmalıyıq. Buradan da bilirsiniz ki, məncə hər kəs bilir ki, natrium bor H4 tipik bir redüks edicidir. Ferim 3 müsbəti, ferim 2 müsbəti redüks edəcək. Natrium yodot 4-dür, yəqin ki, görmüsünüz, oksidləşdiricidir və s. Onun üçün ən uyğun variant elə natrium bor H4-dür buradan. Bu şəkildə davam edək. Bunun nəticəsində olaraq digər bir deyir, İqlik əsaslı nanoenzim nəinki peroksidaza və ya katalaza kimi təsir edə bilər, həm də reaksiya zamanı sərf olunmadan hidrolaza və fosfomonoesteraza bənzər fəallığı göstərə bilər. Sonra bizə deyir ki, İqlik B sferik quruluşa malikdir. Burada İqlik atomları bir-biri ilə kovalent rabitələrlə bağlanmışdır. Bizdə İqlik P-nin həzmin veribdir və səth sahəsi isə verib ki, bu qədərdir. 1.1,1324 vurulsun 10 üstü 6-dır. Və bizə deyir ki, İqlik elementinin və P sayısını tapın. İndi bunu necə tapa bilərik? Bizə V-ni veribdir. 1,1000-də 128 vurulsun 10 üstü -4. Eyni şəkildə bizə sahəni də veribdir. Buradan biz əslində radius tapa bilərik ki, bizim həzm üsulumuz bilir ki, bu sferik üçün V bərabərdir 3/4 Pierre kubu. Buradan biz R tapa bilərik. Lakin bizdə 1 mol üçün deyir deyə NA-ya da eləməliyik, düz deyilmi? Bu çünki bir NA-ya vurmalıyıq ki, metr kub bölü mol şəklində tapaq. Aha. İndi buradan R tapası olsaq 3V bölünsün kök altında 3-cü dərəcədən 3V bölünsün 4pi NA yazsaq bizə R tapacağıq. Bir dənə bunun yerinə qoysaq indi. Aha. Bu da bizə verəcək.
0,355 yoxsa 3,155 vuraq 10 üzəri mənfi 10 metr. aha. E, Sonra da buradan sahədən gedə bilərik ki, biz bunun sahəsi nə qədər olduğunu bilirik. Sfera üçün bizim sahənin üstü 4 pi r kvadratıdır. İndi bir mola düşəni tapmaq üçün 4 pi r kvadrat enan istifadə edirik. Bu şəkildə və bizə deyib ki, indi biz də sahəni tapaq əvvəlcə. Hesabladın sən yoxsa hesablayım? Onu da hesablayayım mən bir dənə. Hesablayım. Aha, bir dənə deyə bilərsən. Bura yazıram. Biz indi bilirik ki, bizə sual özü deyib ki, səth sahəsi bu qədərdir. Yəni biz əgər bir mola düşən səth sahəsinin daha doğrusu belə deməyək. Əslində bəli. Bunu əgər yəni tapdığımız bir sahəni bölsək səth sahəsinə hansı ki verilir 1,324 vurulsun 10 üstü 6 metr kvadrat bölünsün kiloqram. Biz maddənin kütləsini tapmalıyıq. Bir də onu yoxlayaq. Deməli 9,532 vurulsun 10 üstü 5 bölünsün 1,324 vurulsun 10 üstü 6. Bizə verir 0,72 kiloqram bölünsün mol. İndi biz bunu gəlin qrama çevirək. 10 üstü 3-ə vuraq bir dənə bunu. Görürük ki 720 qram bölünsün mol eləyir. Və görürük ki biz P-ni tapmaq üçün nə edə bilərik? Müəyyən bir elementlər yoxlaya bilərik və bu qədər kütləsi çox olan, sferik quruluşa malik olan ağlımıza əslində çox bir şey gəlməməlidir. Məsələn, karbonla bağlı olduğunu düşünsək, elə 720-ni bölsək 12-yə bizə verəcək 60. Elə bu da C60-dır. Deməli uyğundur. Yəni deməli P 60-dır, Y də C-dir karbon. Bu şəkildə bu bənd. Məncə elə bunu istəyirdi ancaq. Aha. İstəyirsən digər hissəsinə sən bax yoxsa. Digər hissədə deyir ki, İRIK-B əsaslı nanozimlərin katadik fəallığı Mihalis Menten kinetikasına uyğun gəlir. Funksionallaşdırılmış İRIK-B nanozimin təsiri pH 7,4 və temperatur 37 dərəcə olduqda parnitrofen fosfat ilə sınaqdan keçirilmişdir. Analiz KM-in 1,3 millimolyar və Ermax'ın da 3,73 nanometr bölək saniyə olduğunu göstərmişdir. 7-ci bənddə soruşur ki, substratın konsentrasiyası nanozimdəki katalitik mərkəzləri doyurmaq üçün kifayət qədər yüksək olmalıdır. Əgər qeydə alınan sürət 0,001 mikromolyar bölək dəqiqə olubsa, ona uyğun substrat konsentrasiyasını hesablayın. Mikromolyarla. Biz burada Michael Menten tənliyini bilməliyik. İstəyirsənsə gəl birinci elə onun çıxarılışına baxaq. Ha, deməli, bizdə əgər mühitdə substrat və enzim varsa, əvvəlcə bunlar bir-birlə reaksiya girir. Enzim substrat kompleksi və daha sonra isə yəni bu reaksiya tarazlıqdadır. Daha sonra isə məhsullar əmələ gəlir. Reaksiyamızın sürəti ikinci mərhələ ilə təyin olunur. Yəni K2 YS. Burada YS aralıq məhsul olduğu üçün biz bunu başlanğıc qatlıqlarla əvəzləyib yekun sürət tənliyi ifadəsini almalıyıq. Çünki Bunun üçün bildiyiniz kimi material əgər bazı bilərik. demək istəyirdim ki, bəlkə bilməyən olar. Çünki sizin sürət ifadənizdə intermediat qalmamalıdır. Əgər sizin sürət ifadənizdə hər hansı bir intermediat varsa,
onu əvəzləməlisiniz reagentlər və məhsullarla. Və bunu da əvəzləmək üçün hansı yoldan istifadə edirsiniz? Siz bilməlisiniz ki, intermediatların sürəti, yəni əmələ gəlmə çıxısının sərf olma sürətləri sıfırdır. Bunu istifadə edən yazasınız ki, DES bölünsün DT bərabərdir. R YS-in əmələ gəldiyi yəni sürətlər çıxılsın YS kompleksinin sərf olunduğu sürətlər bərabər olmalıdır sıfıra. İndi buna əsasən bunu yazsaq. Burada yesin əmələ gəldiyi reaksiyalar K1, Y, S. Yəni R1 reaksiyası ilə əmələ gəlir və R-1 və R2 reaksiyaları isə də parçalanır. Buradan sürətləri bərabərləşdiririk. Daha sonra bunu açıq formada yazsaq. YS K-1 CL K2. Buradan y'sin qatlığı çıxır ki, y'sin qatlığını bu şəkildə y ilə ifadə edə bilirik. Amma bizdə burada biz sadəcə bu y'si bu şəkildə əvəzləməyimiz düzgün olmaz. Çünki buradakı y sadə yəni yalnız enzimin qatlığıdır və biz bu daim dəyişə bilər. Biz bunu total E0 enzim qatlığı kimi göstərə bilərik. Bunun üçün material balansı yaza bilərik. Bu şəkildə göstərdikdən sonra y'si yuxarıdakı ifadə ilə əvəzləsək, Əslində sən YS əvəzləmək yerinə YS ortaq vuruq çıxarıb amma bəli. əvəzləsən daha yaxşı bir, daha rahat olar məncə. Çünki sən dediyim kimi, çünki sənin elin K2 vur YS-dir və sonra da YS əvəzləyəsən. Buradan da y'si tapırıq ki, y'sin belə olduğunu tapırıq. Daha sonra sürət ifadəsində qeyd edə bilərik bunu. Daha sonra biz burada KM yəni Mixail Menten sabitini almaq üçün həm sürəti, həm məxrəci K1-ə bölməliyik. Çünki Hər ikisini K1-ə böldükdən sonra bizim ifadəmiz bunu bölməmizin bu arada səbəbi ondan ötürüdür ki, biz istəyirik ki, R bərabərdir. K2 vurulsun Y0. Yəni K2 vur Y0 deməyim. Ümumiləşdirsək bizim bu enzimlərdə ifadəni yekun gətirmək istədiyimiz şey R bərabərdir. R max vurulsun S bölünsün Kn plus S şəklində yazmamız. Yəni S-i tək saxlamaq istəyirik biz ifadəmizdə, məxrəcdə. Lakin siz görürsünüz ki, burada K1 var, deməli biz hər tərəfi K1-ə bölməliyik. Belə K1-ə böləndə biz Mixail Menten sabitini tapacağıq buradakı. Necəymiş? K-1 üstə gəlsin, K2 bölünsün K1 imiş. İstəyirsənsə də biz burada Elmax falan da göstərək. Yazmışıqsa hamısını göstərək. aha burada Ermax ilə K2 Y0-ın özünə bərabər olur. Yəni Elmax nə zaman olur həm də? KM S-dən çox kiçik olduğu zaman
fikir versəniz, məxrəcdə artıq biz KM-i nəzərə almaya bilərik. O zaman e, S-lər gedəcək və L bərabər K2 vur Y0 əldə etmiş olacağıq. Bu da bizim maksimum sürətimiz belə. Yəni K2 vurulsun Y0. Bizə yekun İstəyirsənsə bunu ifadə. Aha, xətti kəndi halına falan gətirməkdə danışaq. Çünki danışmışıqsa aha, ifadə. tamam. Aha, deməli biz burada bu ifadəni xətti tənlik halına gətirə bilərik. Orada müvafiq rəqs sürəti və substrat qatlıqlarını m, biləndən sonra biz burada KM və real KM qiymətini və Ermax tapa bilərik. Necə eləyə bilərik? Görüldüyü kimi bu ifadədə xətti bir asılılıq yoxdur. Onu xətti bir asılığa çevirmək üçün e, görünür ki, məxrəcdə toplamalı bir ifadə var, amma biz bunu tərsinə çevirsək əgər kəsr şəklində ayıra bilərik. Ona görə yaza bilərik ki, 1 bölü r Ümumiyyətcə, hər hansısa bir ifadəni linearizasiya etmək istəyirsinizsə, yəni xətti tənliyi halına salmaq istəyirsinizsə, çox vaxt siz onu tərsini çevirdiyiniz zaman elə linearizasiya edilmiş halını tapa biləcəksiniz. Buradan da indi göstərir sizə. burada 1 bölü 2 r bizim qeydimiz olur. Km bölü r max bizim bucağı misalımız. 1 bölü s diğer dəyişənimiz və 1 bölü r max isə bizim sabit hədimiz olur. 1 bölək r-in 1 bölək s-dən asıllığını biz qrafik kalkulatorda əldə etsək, əvvəlcə sırası ilə Ermax'ı, daha sonra isə KM-i tapa bilərik. Yəni sizə kalkulyatorda K qiymətini verəcək, B qiymətini verəcək və regression, yəni R qiymətini verəcək. Siz o R qiymətinin kvadratının əgər 1-ə yaxındırsa, bu deməkdir ki, sizin həqiqətən də təniniz düzgünlük xətti tənliyi halındadır. Və bu R kvadrat 1-ə nə qədər yaxındırsa, o düzgünlüyünü göstərir. Yəni siz B-ni tapırsınız, sonra B-ni tapdıqdan sonra sizə K-nı da verir onsuz da. Ona əsasən siz KM-i də tapa biləcəksiniz. İstəyirsənsə buradan K və B-dən KM-nizi tapıb onu da göstər. Amma B bərabərdir 1 bölək Ermax. Ermax bərabərdir. Yəni sadəcə KM K-nı B-yə bölsək, KM-i tapa bilərik. Ha, belə. Amma Məncə sual deyilən davam bu etsək, qədər. necə? Elə məncə deyilən şeylər bu qədər idi. Yəni davam Bəli. edək. Deyir, əgər qeydə alınan sürət 0,001 mikromolar. Cavabı bizdən mikromolar ilə istədiyinə görə, məncə biz burada bütün vahidləri mikromolara çevirməliyik. Məsələn, KM 1,3 milli molar verir. Onu çevirsək 1030 mikromolar eləyir. Yəni, ifadəmiz bu şəkildə oldu. Amma bir də burada bizə sürəti dəqiqəli verib, amma burada bizə Ermaxda saniyəli ifadə edir. Biz 3,73-ü 60-a vursaq, dəqiqəli tapa bilərik. Daha sonra isə onu gərək mikromolara çevirək. Və bu da bizə verir
0,2338 mikromolar bölək dəqiqə. Bizə reaksiya sürətini də verib 0,001. Biz ifadəyə bassaq, burada Ermax'ı bilirik, Eri bilirik, KM-i bilirik. Sadəcə bilinməyən S var. S-in qatlığını hesablaya bilərik. Və buradan S-in qatlığını əgər rəqəmlərin yerinə qoyub hesablasaq, cavab təxminən 4,62 mikromolyar olur. Ha, bir dənə bu suratın qatlamaq istəyirdi bizdən yoxsa? Hə, tamam. O son bəndimiz qaldı. Son bənddə deyir ki, əgər reaksiya qarşılığında 0,25 mmol substrat olarsa, 0,025 mikromolar məhsulun alınması üçün lazım olan vaxtı dəqiqə ilə hesablayın. Substratın qatlığını verib 0,025. Biz yenə bunu mikromolara çevirməliyik. O da bizə 25 mikromolar edir. Daha sonra Ermax və KM ifadələrini yuxarıdakı kimi nəzərə ala bilərik. Və biz əgər burada Ermax, KM və S-i biliriksə, reaksiya sürətini hesablaya bilərik. Əgər reaksiya sürətini hesablasaq, da cavab təxminən 5,3 vuraq 10 üzəri -3 mikromolyar bölək dəqiqə kimi çıxır. Və bizə deyir ki, 0,025 mikromolyar məhsulun alınması üçün lazım olan vaxt. Biz bilirik ki, 1 dəqiqədə 5,3 vuraq 10 üzəri -3 mikromolyar alınırsa, neçə dəqiqədə 0,025 mikromolyar alınır? Bu tənasübü əldə etsək, cavab bizdə edir təxminən 4,714 dəqiqə. Ha, bu qədər idi məndə sual yoxsa bu qədər olmalıdır? Bəli, sual bitdi. Nəsə hər hansısa bir enzimlərlə bağlı demək istədiyim. Məncə Mən hər şeyi dedik. uzun olmayıb. Enzimlərin digərlərinə baxaq, inhibitorludur, necə olur, sürət ifadəsi və s. ən azından birini göstərə bilərik istəyirsənsə. Necə? İnhibitorlu, məsələn, biz sadəcə Y üstəgəl S alınır, YS, ondan da Məncə o ayrı dərs mövzusudur. Dərs uzanır. tamam necə istəsən. O zaman bu günlük bu qədər olsun. Ya sağ Çalışacağıq olan şərhlərdə sualını yaza bilər. belə, yəni çalışacağıq ki, daha çox sual izahları olsun. Bu sual o qədər də məncə çətin bir sual deyildi, sadəcə uzun bir vaxtdan sonra bir sual istədik. Biz asan sualla başlayaq, get-gedə sualların səviyyəsini çətinləşdirəcəyik və eyni zamanda bəlkə dərs izahları da paylaşacağıq. Belə, bu günlük bu qədər. Sənin hansısa bir sözün varsa deyə bilərsən. Yoxdursa, o zaman gələn dərsdə görüşərək, görüşənədək sağ olun. Sağ olun.